Əvvəllər Azərbaycanda mitinqlər, aksiyalar keçirmək problem yox idi. Yəni aksiyalar keçirilirdi, mitinqlər keçirilirdi. Sonra hakimiyyət gördü ki, bu artıq bu hakimiyyət üçün bir təhdiddir və ona görə bir qanun çıxartdılar ki, toplanış eləmək olmaz, aksiya keçirmək qəti qadağandır. Bu şəxsləri həbs gözləyir qanuni şəkildə. Sonradan insanlar sosial platformalar vasitəsilə etiraz etdilər, öz fikirlərini bildirdilər. Bu şəxsləri də 15 sutka, 20 sutka həbsindən qorxuzub həbs etdilər. İnsanlar digər ölkələrdə başladılar Azərbaycan hakimiyyətini tənqid etməyə, etiraz etməyə bu hakimiyyətə qarşı, insanları buna dəvət elədi və bu hakimiyyət başladı həmən şəxslərin ailələri ilə onları susturmağa, şantaj etməyə. Gördülər ki, bunun bir xeyri yoxdur. Artıq həmən paylaşım edən şəxslərin kommentarlərinə, rəylərinə, kimlər ki, etiraz edici fikirlər bildirirsə bu hakimiyyətə qarşı, həmən şəxsləri başladılar həbs eləməyə və hal-hazırda da bu davam edir. Hərəsinə 15 sutka, 20 sutka, bu hakimiyyət haqqında kim ki, tənqidi fikir bildirirsə, həmən şəxsləri kommentarlərdən tutub, tapıb, bu insanları həbs edirlər. Sonra gördü ki, insanlar fake profillərlə girib, fikirlərini bildirirlər, etirazlarını edirlər və bunları tapa bilmirlər. Buna qarşı tədbir görmək üçün yeni bir qanun çıxartdılar ki, hər kəs sosial platformadan qeydiyyatdan keçərkən şəxsi vəsiqəsindən qeydiyyatdan keçsin. İndi siz mənə deyin, Azərbaycanın Şimali Koreya ilə nə fərqi var ki? Mən baxıram ki, heç bir fərqi yoxdur. Sadəcə Azərbaycan Şimali Koreyanın tam müasir bir versiyasıdır.